İndi haqqında danışacağım zabit Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından olmuşdur. Daha sonra Sovet məhkəməsində vətən xaini kimi güllələnmişdi. Söhbət əslən Yelizavetpol qəzasının Seyfəli kəndindən olan İsrafil bəy İsrafilbəyovdan gedir. Onu deyim ki, əsilləri onların Daşkəsənin Qabaqtəpə kəndindəndir və kənddə onun atasına Qabaqtəpəli Nəbi deyə müraciət edirdilər. 1914-cü ildə Tiflis hərbi məktəbini qurtardıqdan sonra həmin il Rus ordusunda Simbilsk şəhərində xidmətə başlayır. Daha sonra Birinci Dünya müharibəsində iştirak edir. Dəfələrlə yaralanır və təltif edilir və ən nəhayət 1917-ci ildə Birinci Dünya müharibəsində xidmətdən kapitan rütbəsində qayıdır. Lakin Azərbaycan Xalq Cümhuriyyəti ordusunun generalı olan Əlqa Şıklinski tərəfindən orduya dəvət edilir və Azərbaycan Milli Korpusunun yaradılmasında yaxından iştirak edir. Dəfələrlə Muğanda Ağ Qvardiyaçılara qarşı, Zəngəzur və Xankəndidə, o cümlədən Şuşada erməni daşnaqlarına qarşı qəhrəmancasına mübarizə aparır. Lakin SSR qurulduqdan sonra Azərbaycandan İrana, oradan Hindistana, oradan Ərəbistana, oradan Türkiyəyə mühazirət edir və Əlmərdan bəy Topçubaşovun dəvəti ilə Polşa ordusunda xidmətə qalışır. 1928-ci ildə Varşavada Ali Hərbi Akademiyanı qurtardıqdan sonra böyük rütbədə, yəni qərargah zabiti rütbəsində yenidən xidmətini davam etdirir. İkinci Dünya müharibəsində Polşa ordusunun polkovniki olan İsrafil bəy İsrafilbəyov Almanlara əsir düşür. Lakin Almanlarla əməkdaşlıq yoluna keçir. Almaniya Şərq Torpaqları Nazirliyinin Qərargah Komitəsi rəhbəri vəzifəsinə keçir. 162-ci Türkistan Diviziyasının Azərbaycan hərbi komandasına rəhbərlik edir. Lakin müharibə qurtardıqdan sonra Amerika Birləşmiş Ştatlarının işğal zonasında onlara əsir düşməsinə baxmayaraq SSR-yə təhvil verilir və 1945-ci ilin iyul ayında Bakı Hərbi Məhkəməsi tərəfindən edama məhkum edilir. Baxmayaraq ki, o, SSR hökumətini və Azərbaycan Sovet hökumətini əvvəldən tanımadığını bildirmişdi. Lakin buna baxmayaraq vətən xaini kimi 1946-cı ildə güllələnməyə məhkum edilir.